Buyurun, ne lazımdı? Eviniz plana düşüb, belli bir məbləğ pulunuzu alırsınız, evdən çıxırsınız. Tapanda uğruvu, bu da uğurlusun Qrovda. Onu boynundan belə az, o boyda sevici, niye daim? Sevginin kirayə qaldığı evimizi 300 milyon satdın, getdi. Hə, yaxşı, sevgini niyə çıxartmırsan hələ də evdən? Duyğu olan eve aparsam sevgi problem olacaq. Verin bizə günlük, sizdə qala bilərlər. Atalar düz deyib elə. 40 il bir baldızla qalmaqdansa bir gün küçədə qalaram ondan yaxşıdır. Nə istəyirsən anamdan? Bibi qurban, sen karışma. Bacı, ha sen 20 ildə aynı yaşırsan. Hoşun gelmir git o bir arvadın yanına. Ne? Ata kadar alıp yoldaşlardan kimse yolla. Ay ata! Hey! İndi sen kimse sesini çıkar. Bir de kol getireceğim seni. Niyə yatmırsan ki? Fikrim otaqda qalıb. Hansı otaqdasan, hadi. Bayaqdan hardaydın? Havamdaydı. Bəkəm olmuyor bu mənim ərim kimi. Duyğun dəyəridir. Sizin kanınıza bəlgim, siz de bakın. İki Kapı Arasında serialı 28 dekabr saat 19:20'de ATV'de. Baş sponsorlar Patron, Bizon, Bizim Ev Mebel Şəhəri,